Hər vaxtınız xeyir. Hər kəsi salamlayırıq. Bugün qadın xoşbəxtliyini etkiləyən iki önəmli mövzudan danışacağıq. Qızların ilk cinsəl birlikdəlik fobiyasından ki, sonucunda vajinismus xəstəliyi son dönəmlər artıb və qadınlarımızın normal vajinal doğum fobiyasından ki, yenə də son dönəmlərdə keysəriyyə əməliyyatının sayı çoxalmaqdadır. Bunun üçün psixoloji cəhətdən də qadınlarımızı etkiləmək üçün çox hörmətli bir həkimimizi dəvət eləmişəm. Uzman psixiatr, psixoterapevt Elmir Təhməzov. Doktor, xoş gəlmisiniz. Salam Şəhərlə xanım, xoş gördük. Təşəkkür edirik dəvətiniz üçün. Mən təşəkkür edirəm. Elə birbaşa mövzuya keçək, doktor. Şəxsən məni çox narahat eləyir son dönəmlərdə yaranan vajinismus xəstəliyi. Yəni əvvəllər heç bu qədər yox idi. Səbəb nədir ki, qadınlar bu qədər hətta evlənirlər, bir-birini sevərək evlənmələrinə baxmayaraq, bəlli bir zamandan sonra ayrılmaq zorunda qalırlar. Özlərinə soruşanda da ki, yəni araşdıranda hamısı deyir ki, mən bilirəm əslində vajinismus nədir. Yəni normalda bir qadın doğumcu olaraq mən də deyə bilərəm. Vajinin 1/3 hissəsinin özəlliklə də sıxılması və xəstənin istəmsiz olaraq cinsəl birliktəliyə girə bilməməsi və yaxud da çətinliklə girməsi. Amma bu sırf psixoloji ilə mi bağlıdır, yoxsa başqa səbəblər də varmı? Biz ginekoloq olaraq orqanik bir dəyişiklik varsa, bir problem varsa, yəni ağrıya səbəb olan orqanik səbəbdirsə, tamam, araşdırırıq. Amma vajinismus biz bilirik ki, sırf psixoloji ilə bağlıdır. Yəni uşaqlıq travmalarıdırmı, yoxsa yəni keçmişdən gələn qorxulu hekayələrmi dinləyiblər, yoxsa hansısa bir cinsəl tacizə məruz qalıblar ya da ona bir şahidlikmi ediblər? Yəni səbəb nədir sizcə? Bu vaginizm məsələsi belədir ki, bu hər zaman olubdur bu arada. Sadəcə son zamanlar sosial media, insanların kütləvi informasiya vasitələrinə çıxışı, aralarında paylaşım eləməyi, psixoloqların, ginekoloqların, psixiatrların bu barədə paylaşım eləməyi belə deyək ki, cəmiyyətin gözünü biraz daha açıbdır. Əvvəllər bu məsələlər daha qapalı qalırdı və bir növ həll olunmadan da gedirdi. Vaginizm dediyimiz xəstəlik indi adı dəyişibdir. Disparanoya olaraq da gedir. Yəni cinsi birləşməklə əlaqəli, sizin dediyiniz kimi iradə xarici, vagina ətrafı əzələlərin yığılması və cinsi birləşməyə icazə verilməməsi. Yəni bir növ penetrasiyanın olmamaqdır. Yəni penisin vaginaya keçməyinə qadın tərəfindən icazə verilmir. Bu xəstəliyin bir çox səbəbi var və biz bunu bilməliyik ki, cinsi problemlər adətən psixoloji səbəblərdən olur. Amma bunun bir çox cinsi problemlərin orqanik səbəbləri də vardır. Qadınlarda olan cinsi problemləri ayırsaq biz, bunlar 3 yerə bölünür. Qadında cinsi istəklə bağlı azlıq, cinsi istəksizlik deyək, orqazm pozuntuları və vaginizm. Yəni kobud şəkildə 3 yerə ayıra bilərik və vaginizm sırf psixoloji xəstəlikdir və xəstəliklərin beynəlxalq təsnifatında bu xəstəlik F kodu ilə kodlanır və bilirsiniz ki, F kodu ruhsal xəstəliklərə aiddir və vaginizmlə əlaqəli maraqlı statistikalardan biri də odur ki, 100% sağalan bəlkə deyək ki, tək xəstəlikdir. İstəyir psixələrin içində, istəyir digər xəstəliklərin içində. Amma sadəcə uyğun bir müdaxilə lazımdır. Amma məsələn, mən bir cinsi terapevt olaraq bir vaginizm xəstəsini görəndə mütləq bu tək tərəfli bir problem deyil. Yəni bir qadının vaginizmi varsa, bu qadının problemidir. Haydi qadını həkimə aparaq, qadını ora göstərək, bura göstərək, kişi kənarda qalsın, xeyr. Çünki cinsəlliyin özü çox dinamik bir prosesdir və bütün cinsi problemlər, kişidə və ya qadında olan cinsi problemlər 2 nəfərin problemidir. Bir nəfərin problemi deyil. Amma biz öz nöqteyi nəzərimizdən baxanda, burada müdaxilədə daha çox bir növ psixiatrın və ya cinsi terapevtin idarə elədiyi bir prosesdir və biz mütləq hər bir halda, məsələn, mən öz şəxsi təcrübəmdə cütlüyü bir dəfə kişini, bir dəfə qadını ayrı-ayrılıqda müayinə edirəm. Aslında 40-45 dəqiqə. Ondan sonra problemin vaginizm olduğuna qərar verdiksə, əgər əlamətləri də varsa, sonra 3-cü seansdan etibarən bir yerdə gəlirlər bu insanlar. Və vaginizmdə biz belə deyək, yəni dinamikanı çözməsək, simptoma müdaxilə eləsək, burada
qısa müddətli bəlkə penetrasiya problemləri həll ola bilər. Amma baxırsan ki, məsələn mən bir çox xəstədə görmüşəm. Tamam, penetrasiya həll olub bir ginekoloq tərəfindən, nə bilim bir qonşu tərəfindən, bir psixiatr tərəfindən, amma cinsi ağrı, cinsi əlaqədə davam edir. Yəni bu insan üçün cinsi birləşmə ağrılı bir prosesdir. İşgəncə. Ona görə bu məsələni kökündən çözmək lazım. Amma biz yenə də hər bir halda məsəl üçün yəni cinsi problemlərdə standart yanaşmada bir psixoterapevt mütləq bir ginekoloqla, mütləq bir uroloqla məsləhətləşməlidir. Çünki bəzən xəstəlik bizə vaginizm kimi görünə bilər. Bəli. Amma baxırsınız ki, vaginanın ortasında bir divar var. Bir ginekoloq belə deyək, onu masaya çıxarıb baxmalıdır. Orqanik bir səbəb varmı? Yəni siz nə qədər onu çözməyə çalışırsınızsa çalışın. İndi siz o patologiyaları məndən daha yaxşı bilirsiniz. Bu divar varsa nə edəcəksən? Bunu əməliyyat edib götürmək lazımdır. Və yaxud da uroloji bir problem ola bilər şəxsdə. Nə bilim, hər hansı bir belə deyək ki, hormonal disbalans var və ya hər hansı orqanın özündə bir problem var. Şəxsin cinsi birləşmə ilə bağlı ki, mütləq bir uroloq baxmalıdır buna. Belə deyək ki, kompleks müdaxilə lazımdır. Amma əgər uroloq və ginekoloq deyirsə ki, bir şey yoxdur, orqanik patologiya, o zaman cinsi terapevt, yəni psixiatr müdaxiləsi də olur orada. Məsələn, deyək ki, mən psixiatram, mənim özümün dərman yazmaq, başlamaq, dayandırmaq və yaxud da hər hansı bir müdaxilə eləmək haqqı var. Amma elə klinik psixoloqlar var ki, onlar psixiatr deyirlər, onlar da cinsi terapiya ilə məşğul ola bilərlər və onlar təbii ki, terapiyanı edir. Bəzən ehtiyac olur ki, deyək ki, baxış ki, şəxsin ağır bir depressiyası var və bu fonda bir çətinliyi var. Yəni ən azından orada bir depressiyanı çözmək üçün dərman, antidepressan verib, onu rahatladıb, toparlayıb sonra terapiya almaq olar. Ona görə bilməli ki, terapiya müdaxiləsi təcili bir müdaxilə deyil. Vaginizm 100% sağalan xəstəlikdir və bir çoxlu səbəbləri var. O səbəblər nədir, doktor? Önəmli. Səbəblər arasında bizdə indi bu dinamik araşdırmalar var. Bunlar %100 belədirmi, belə deyilmi? Biz filan səbəbə görə şəxs vaginizm olub deyə bilmirik. Məsəl üçün, cinsi travma vəziyyətlərindən şəxs əvvəllər hər hansı bir təcavüzə məruz qalıb və ondan sonra bütün cinsəlliyini, belə deyək də, xarici dünyaya qapada bilər. Və biz onu gələcəkdə vaginizm kimi görə bilərik. Ailə içi hər hansı bir dinamikadır. Məsələn, mənim bir xatırladığım case var idi. Deməli, 2 bacıdırlar, yaxın yaşları var, 1 yaş fərqlə. Bunlar oynayırlar uşaq olanda, 6-7 yaşlarında. Birdən necəsə olur, balaca bacı hündürlükdən yıxılır, yoxsa ayağı sürüşür və belə deyək də, vagina hissəsi sərt bir yerə dəyir. Dəyəndə ora qanayır. Qanayanda ailə tez gəlir, ata-ana bu böyük bacını, baxmayaraq ki, 1 yaş fərqlə və çox kiçik yaşdadırlar, başlayırlar günahlandırmağa. Sən oldun, sənin ucbatından elədin, avtomatik də bir uşaq oynayır və düşünün ki, don geyinib, yəni nəsə bir yubka geyinib, qan gəlir. Qan hardan gələcək? Avtomatik biz düşünə bilərik ki, bunun qızdıq zarı və təzyiqdən filan bu. Amma əslində vaginada heç bir problem yoxdur. Orada deyək ki, ətin cildində bir şey olub, qan axıb və bu böyük bacı buna görə günahlandırılıb, cəzalandırılıb, nə bilim, o xəstəxanaya gedənə qədər sənin üzbatından belə oldu, elə oldu, sən hara baxırdın, kör idin, nə idin və böyük bacı gələcəkdə kiçik qızda bir problem yoxdur. O travma alan problem yoxdur. Yəni dərisində bir kəsilmə olub, bərpa olub gedib. Amma böyük bacı da bəli, öz dünyasında bunu içsəlləşdirib, məsələn, vaginizm olmuşdur. Bunu mütləq bir dinamik, ata ilə qurulan münasibət necədir? Evdə cinsəllik, yəni ata-ana rolları necə olub? Adətən biz məsələn vaginizmlərlə bağlı, vaginizmlə əziyyət çəkən qadınların partnyorları ilə bağlı çox maraqlı bir müşahidə var ki, partnyorları da heç vaxt belə narazılıq eləmirlər. Deyək ki, 1 ildir cinsi birləşmə yoxdur. Normalda bir kişi nə etməlidir? Ya gəl bunu həll eləyək də, yəni bu nə qədər belə davam edəcək filan deməlidir. Demir. Deyirsən ki, narahatsan, deyir, yox, doktor, düzələr də. Səbir göstərməyi. Qəribə şəkildə belə passiv, ego gücü zəif və bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoya bilməyən adamlar. Yəni biz orada demirik ki, gəlsin evdə dalaşsın, nəsə bir şiddət göstərsin filan, bunu normallaşdırmırıq. Amma ən azından bir tədirginliyin dilə gətirməlidir ki, bu niyə belədir? Xeyr, dilə gətirmir. Partnyorlar adətən belə passiv, çəkingən,
yəni erkək kişi prototipləri bu şəkildə olur və bir də vaginizmin digər səbəblərindən biri də odur ki, yəni başqa tərəfdən baxsaq, şəxsin bizim mentalitetdə problemlər var. Toplum. Çünki bizim mentalitetdə deyək ki, gəlir deyir ki, bir qız uşağı düşünək, nə bilim 20 yaşında toyu olacaq, toy gecəsi, deyək ki, bir xalası var. Hər nəsildə bilirsiniz, dırnaq içində baş bilənlər olur. El ağbirçəkləri və onlar müəyyən problemləri həll edirlər. Hamı onun ağzında. Gəlir deyir ki, vah, vah, vah qızım, Allah sənə kömək olsun. Qızın dünyasında nə parçalan düşünürsən? Yəni düşünün ki, adam düşünür ki, mən içimə bir şey daxil olacaq, o mənə dağıdacaq, parçalayacaq, ağrıdan gecə inləyəcəm filan. Ona görə bundan qaçmağın ən gözəl yolu özünü qapatmaqdır. Amma biz bunu bilməliyik ki, bunu bilərək, istəyərək eləmirlər. Amma bilərək, istəyərək eləmirlər məsələsini də aydınlıq gətirək. Bir peşəkar terapist, zaten tək ona görə müayinə edirik xəstəni, partnyor rəddi ilə vaginizmi ayırmalıdır. Bəli. Bəzən görürsən ki, partnyoru rədd eləyir. Eynən. Amma vaginizm kimi görünə bilər. Tamam. Partnyor rəddidir, deyir, alınmır, yığıram özümü bir şey. Amma bilərək, istəyərək eləyir. Məsələn, gəlir tək müayinə ona görə önəmlidir. Yəni bir də görürsən ki, şəxs qeyri-peşəkardır. İlk görüşdən etibarən bir yerdə görübdür. Məsələn, məndə elə vəziyyətlər olub. Kişini tək müayinə eləmişəm, qadını tək müayinə eləmişəm. Deyək ki, heç vaginizm deyil, başqa bir cinsi istəksizlikdir ya da nə, kişidə sərtləşmə problemidir filan. Erkən boşalmadır. Qadın deyir ki, doktor, biz necədir? İndi deyək ki, ikinci görüşün sonra deyirəm ki, terapiyaya başlaya bilər. Mən ayrılmaq istəyirəm. Ona görə də mən bu məsələni çözmək istəmirəm. Bu tamam fərqli bir şeydir. Bu partnyor rəddidir. Amma prezentasiya vaginizm kimi və ya hər hansı bir xəstəlikdən ona görə peşəkar olaraq daha dinamik baxmalıyıq bu prosesə. Yəni tanı doğru qoyulmalıdır da, diaqnoz. Bəli, bəli. Ki, doğrudan da mı vaginismusdur? Vaginismusdursa həlli çox asandır deyirsən. Həlli asandır deyəndə məsələ belədir. Yəni psixoterapevt peşəkardırsa, cinsi terapevt, hər iki tərəf bu problemi çözməyə arzuludursa, müəyyən resursları varsa, müəyyən, çünki orada artıq bir 12 seans çəkir bu məsələ və hər həftə gələcəklər, bunlar ev tapşırığı icra eləyəcəklər birlikdə, yəni bunun üçün vaxt ayırmalıdırlar, həftənin 3 günü adətən ev tapşırığı olur, hər dəfə gedərək artır da tapşırığın səviyyələri. Buna marağı varmı? Məsəl üçün, deyək ki, sən ev tapşırığı verirsən, gəlir, deyirsən ki, niyə icra eləmədiniz? Bir dəfə icra, niyə icra eləmədiniz? Nə bilim, deyir ki, anam plov bişirmişdi, onlara getdik. Önəmsəmir yəni. Arzusu yoxdur. Yəni biz buna terapiyada dirənc deyirik. Təbii ki, hər iki tərəf arzusu varsa, bilməliyik ki, bu yəni şəxsin iradəsi xaricindədir. Terapist də peşəkarsa, yəni biz bunu bilməliyik ki, Azərbaycanda təəssüf ki, dünyada belədir. Ruh sağlığı sahəsində mütəxəssis sayı azdır və bununla birlikdə bizim kimi yəni ölkələrdə inkişaf etməkdə olan ölkələrdə daha azdır bu sayı və doğru mütəxəssisi tapmaqla bağlı çətinlik var. Doğru mütəxəssis tapandan sonra da bir növ onun sırasını da gözləməlisən. O qədər boş insanlar deyirlər. Yəni cəmaatımız bu cürdə əziyyət çəkir və dediyim kimi bir də üçüncü məsələn başqa bir problem odur ki, deyək ki, vaginizm var, bilinir. Bütün nəsil oturub gözləyir. O görüntüdə var, video kamera xalalar. Yəni bir cinsi problemi bütün əmi, dayı, xala, bibi və birinci dərəcə qohumlar, qonşular bilir. Yəni baxın görün burada məsələn kişi və ya qadın üzərində necə təzyiq var. Məsələn bu təzyiqi terapist neytrallaşdırmalıdır. Bunları bu qüsurlu döngüdən çıxartmalıdır. İndi qadında vaginizm var. Məsələn kişidə seksual performans təşvişi ola bilər. Heç bir problemi yoxdur, amma ilk gecə bizdə elə gəlir ki, həmişə qadınların ilk gecə birləşməsi ilə. Məsələn, bir kişidir, əvvəllər cinsi birləşməsi olmayıb heç kimdən. İlk dəfə həyat yoldaşı ilə olacaq. Toy gecəsinə təkabül eləyir bu və şəxsin seksual performans təşvişi var. Yəni, düşünür ki, bir sərtləşmə problemi. Bunu da burada görsən, hamı bilir. Biz bundan qarşılaşırıq. Hamı biləndən sonra təzyiq biraz da artır. Hələ qadın üzərində bilirsiniz, cinsəllik iqtidarla əlaqəli məsələdir. Yəni bizdə kişinin bir növ oradan vurmaq, oradakı problemin üzə çıxmağı ciddi bir sarsıntı yaradır. Ya bu iki qat sarsıntı yaradır. Ona görə bu məsələlər önəmlidir. Yəni dinamik olaraq mütləq baxmalıyıq prosesə. Amma məni ən üzən şey, yəni bu qızların 5 yaşından, 6 yaşından, kiçik yaşlarından başlayıb bu sağdan soldan eşitmələr ki,
İlk toy gecəsi çox ağrılıdır. Dəhşət bir şeydir. Yəni o qızlıq pərdəsi yırtılacaq. Biraz hətta altında bir qalın bir şey qoymaq lazımdır. Qanama ola bilər. Təcili yardıma belə gedə bilər. Sel su yerinə Tikiş axacaq. belə atıla bilər. Qız da bunu düşünün sağdan soldan iki xalası bibisi danışanda dinləyir. Zamanla bu 5 yaş, 10 yaş, 15 yaş uşaqlıq travmaları. Sonra deyirlər ki, qızlıq pərdəsi yırtılıb qanama olmasa necə olacaq? Yəni sən sübut eləməlisən ki, sən doğrudan da bakirə bir qızsan və gözəl bir tərbiyəli ailədən gəlmisən. Bunu sübut eləmə çabası bunun bir beynində. O onu qan aparacaq, bu ikinci. Ondan başqa da indi biraz da eşidiblər ki, bəzi vajinalarda, yəni himen qanamaya da bilər. Çox gözəl ön sevişmə ola bilər. Vajin çox gözəl genişləmiş ola bilər. Bu hətta çox məharətli bir həm oğlanın, həm qızın ön sevişməsinin olduğunu göstərə bilər və qanamaya bilər. Bu normaldır, yəni bu tipdə də var. Amma bu qız yazıq deyir ki, mən necə sübut edə bilərəm ki, bu belədir? Yəni mən onu sübut eləməliyəm. Oğlan da dediyiniz kimi oğlan da orada öz məharətini göstərməlidir, sübut eləməlidir. Və bu travmalardan mən düşünürəm ki, bax bunun necə qarşısını ala bilərik? Bu vajinismus səbəbləri budursa əgər. O zaman biz necə, yəni toplumumuza hansı sözləri deyək, neynəsinlər? O xala gəlib, belə deyim də, pis anlamda demirəm, yəni bilgisi az olduğu üçün o cahilcə məsləhətləri verir. Bu qızı bu qaş düzəltdiyi yerdə vurub göz çıxardır. Qız stres içində girir ilk toy gecəsinə və o işgəncəni çəkir. Birinci, yəni bu bir növ geriyə dönəndə cinsi tərbiyə ilə əlaqəli məsələdir. Çünki biz cinsəlliyi pis, günah bir şeymiş kimi. Yəni məxfi ayrıdır, məhrəm ayrıdır. Məxfi gizli bir şeydir. Ortalığa çıxmamalıdır. Amma bir evdə bir uşaq dünyaya gəlibsə, hər halda bunlar bir yerdə olublar demək. Bu məhrəmdir, məxfi deyil. Zaten məxfi qala bilmir. Cinsəllik məhrəm mövzudur. Məhrəm olduğu üçün də yəni iki nəfərin arasındadır və çox da zaten mentalitetimizdə bu şey var. Çox da danışılmır, paylaşılmır ki, belə də olmalıdır. Amma cinsi tərbiyə məsələsi çox önəmlidir qızlarla bağlı. Yəni qızları utandırılaraq, günahlandırılaraq, haydi oranı gizlə, buranı gizlə, sən günah işləyirsən, sən cəmaət səni görər, baxar, nə deyər, sən özünü qorumalısan, sən iffətlisən, beləsən, eləsən filan. Yəni siz ona, yəni şuurunda necə bir şey var? Məndə çox dəyərli bir şey var. Onu verə bilmərəm. Deməməlidir doktor? Yəni yox, çox dəyərlidir. Toy gecəsində biz belə deyək, bu toy ənənəmiz var və toy gecəsində bu cinsi birləşmə olur və çox dəyərli bir şey var axı əlində. Neçə il qoruyub. İndi bunu verə bilmir. Əlindəki o iffət deyək ona, onu verə bilmir. Amma normal rutin həyatın axışı, yəni çox belə deyək də şişirdilmiş bir dəyərləndirmə o normal olmalıdır. Qoru, saxla. Bir yerdən sonra verə bilmir bunu. Eynən. Yəni indi vermək sözü biraz pis şey olur. Yəni əlindəkini dəyərli olaraq verdiyini olur və onu tərk eləmək istəmir. Bu məsələ. Bir də partnyorla münasibət necədir? Yəni bunlar nişanlı olublar, hərli olublar, bir yerdə sevgili olublar, nə ediblər? Vaginizm cütlüklərdə görürsən ki, heç bunların bir çoxu ələ tutuşmayıb. Niyə? O da mı ayıbdır? Yəni indi bu kültür məsələsidir, mentalitet məsələsidir. Bizim işimiz bəzi toplumlardır, yəni bəzi. Yox, yəni qızla bir dəfə oturub söhbət eləməyib. Yəni gedib qızı alıblar, bu da gedib hə tamam deyib, bir-iki dəfə çıxıb şəhərdə gəziblər. Yəni adamlar iki dənə tanışdılar. Yəni deyirsiniz daha çox vajinismus xəstələri belə xəstələrdir. Yəni münasibət önəmlidir də. Yəni o bayaq bir önəmli bir sözdür. Dağlasan, parçalanasan filan. Yəni şəxs penisi onu dağıdacaq, təhlükəli bir obyekt olaraq qavrayır. Vaginizm müalicəsində nə edirik biz? İlk öncə penisi təhlükəli obyektdən neytral obyektə çeviririk. Sonra da cinsel obyektə çeviririk. Yəni belə ayıra bilərik. Libidinal, cinsəlliyi oyandıran, neytral və antilibidinal obyektlər. Vaginizmdə şəxs penisi antilibidinal olaraq ayırır. Təhlükəlidir, parçalayacaq onu. Parçaladığı obyektə necə? Məsələn, deyək ki, bir dayanmışıq belə, bir drel işlədirlər, əlimizə yaxınlaşdırırlar.
Əlimizə drel yaxınlaşanda onu necə bir obyekt olaraq alır? Deşəcək, parçalayacaq da o dəqiqə əlimizi çəkirik. Yəni Bir bu də istəm qızlıq pərdəsini tam bilir çox adam. Yəni pərdə dediyimiz pərdədir və örtülü bildiyin pərdədir. Hə, o elə bir şey deyil. Pərdədirsə bu deməli bu tamamilə örtülüdür və bu dəlinəcək, parçalanacaq. Halbuki qızlıq pərdəsi dediyimiz o himen vajinin girişində rudiment bir yəni parçadır. Parçacıq. Yəni hətta dediyim kimi o ön sevişmə çox gözəldirsə, o tamamilə genişləməli və penisi içəri almağa hazır olmalıdır və o da qanamamalıdır mənim bildiyim. Bəli. Qanamaya da bilər. Yəni Qanamaya cəmiyyətə da buradan bilər, bu aynen. mesajı verək ki, yəni Qanamalı mütləq hər ilk cinsi əlaqədə qan gələcək deyə bir şərt yoxdur. Tibbən də bu iş belədir. Çünki siz indi biraz bu stereotip dağılıbdır, amma hələ də rayon yerlərində bu mental şeylər davam edir. Yəni indi bəlkə bizi izləyənlər buradan bunu da eşidə bilərlər ki, bu belə bir şey olmaya da bilər. Və dediyim kimi terapiyanın məqsədi penisi, yəni cinsiyyət orqanını, kişinin cinsiyyət orqanını daha sevimli bir obyektə çevirməkdir. Cinsel obyektə. Yəni onu dağıdacaq yox, ona cinsi həzz verəcək obyektə çevirməkdir. Eynən, bax bu. Onu çevriləndən sonra problem olmur. Amma bu məsələlər biz necədir? Açıq deyək. Yəni Azərbaycanda təəssüf ki, vaginizmlə bağlı cins terapevtlərə müraciət sayı azdır. İlk müraciət yeri ginekoloqlardır. Təəssüf ki, ginekoloqlarımızın böyük bir qismi, yəni bu işlə məşğul olan ginekoloq, bir hissəsi indi deyək ki, oxuyub, görüb, bilir, yəni nə etməməli olduğunu bilir, mütəxəssisə göndərir. Bəziləri deyir ki, hə, nə var ki, mən bu işi burada çözərəm. Çözə bilmir. Bəzən də 2 qat travmatiz eləyir prosesi. Yəni biz bilməliyik ki, terapiya çox həssas mövzudur. Cinsi terapiya daha həssasdır. 2 terapiya növü, travma terapiyası və cinsi terapiya daha həssasdır. Bu problemlər də bilirsiniz, insanlar bunu paylaşa bilmirlər. Məhkəməyə müraciət edə bilmirlər. Nə bilim, baxırsan ki, sərhəd pozuntuları var ciddi şəkildə. Deyək ki, biz türkçədə indi ona barmaq tapşırıqları deyirik də vaginizmdə. Yəni belə hallarla da qarşılaşırıq ki, terapist və ya həkim deyir ki, gəl mən özüm eləyim. Yəni bir ginekoloqun ya da bir psixiatrın, bir ginekoloq xəstənin vaginal müayinə eləyə bilər, amma orada barmaq tapşırıqlarını eləyəməz, partnyor eləməlidir. Yəni bu artıq sərhəd pozuntusudur və xəstə tam başa düşə bilmir ki, həkim düzmü eləyir, səhv mi eləyir. Yəni cinsi terapiyada öz barmağı ilə ora müdaxilə eləyə bilməz. Yəni bu işin professionalı eləməlidir. Yox, bu sərhəd aşımıdır. Yəni bu ciddi bir məhkəmədə mübahisələndirilsə və sübut olunsa, yəni orada cəzası var bunun. Amma fikirləşə bilər ki, indi bir xəstə ki, bu qadındır, zaten mənim vaginama toxunur, müayinə eləyir, içəri hansısa alətlə girir, baxırsa, barmağı ilə niyə toxunmasın? Amma bu sərhəd aşımıdır. Çünki biz artıq məhrəm mövzudayıq. O bir tərəfdən həkimik. Yəni psixoterapevtlə həkimliyi burada ayırmalıyıq. Yəni şəxs onun partnyoru icra eləyəcək ya da sən özü icra eləyəcək o barmaq tapşırıqlarını. Tamam? Bu şəkildədir. Ona görə sərhəd aşımları da həddindən artıq çox olduğuna görə və bu şikayət oluna bilmədiyinə görə, şikayət olunanda bir növ, yəni şəxs məhkəməyə necə çıxsın desin ki, bu 10 nəfərin qabağındakı belə bir problemimiz var. Bu həkim də belədir. Bir növ sübutu da yoxdur. Yəni bunu sübut eləmək məsələləri də çox çətindir. Ona görə də çox həssas mövzudur və yaxşı olar ki, yəni insanlarımız, yəni peşəkarlarımız da, mən demirəm, yəni Türkiyənin özündə də bilirsiniz, yəni cinsi terapiya təlimlərinin ilk mərhələsinə şeyləri alırdılar. Ginekoloqlar, uroloqlar. Yəni cinsi terapiya ayrı bir şeydir. Cinsi konsultasiya ayrı bir şeydir. Bəzən görürsünüz ki, siz bir mifi yenərək, yəni bu vah-vah qan su yerinə axacaq mifini dağıdaraq vaginizmi həll edə bilərsiniz. Cinsi necə dağıdaq? Bax, hansı cümlələri deyək ki? Konsultasiya eləyən şəxs, yəni həkim, uroloq, ginekoloq, psixiatr, psixoloq, klinik psixoloq, hətta psixoloji konsultant bunları eləyə bilər. Konsultasiya edir. Amma terapiya mərhələsində artıq yüksək səviyyədə ixtisaslaşmış, superviziyalar almış, yəni klinik psixoloq olmuş, ondan sonra özü cinsi terapiya sahəsində müvafiq təlimlər alan şəxs eləyə bilər. Terapiya ilə şey ayrı. Hətta cinsi terapiyalarla bağlı belə araşdırmalar var ki, cinsi problemlər. Yəni konsultasiyanın 50% çözülür. Bütün cinsi problem. Yəni hansı cümləni deyək məsələsi biz indi burada nə dəqiq bir cümlə deyə bilmirik. Çubuq yoxdur. Hə, çubuq yoxdur. Çubuğu biz terapiyada biraz hər şəxsin dünyası fərqlidir. Yəni sizin qabağınıza gələn hər vaginizm, hər böyrək yetməzliyi deyil.
Böyrək yetməzliyi 3 aşağı 5 yuxarı deyək ki, kəskin bir-birinə bənzəyir. Hər vaqinizm bir-birinə bənzəmir. Hər birinin fərqli problemi, fərqli dərdi var. Dediyim kimi, bəlkə partnyor rəddidir. Siz nə qədər seyri çubuğa toxunacaqsınız ya da hər hansı bir travma var. Az öncə dediyim kimi. Yaxud da şəxs cinsəlliklə həyatında necə qarşılaşıb ilk dəfə. Məsələn, bir çox insan atasının, anasının sevişməyinə şahid olur uzun illər. Yəni, şəxs deyək ki, bir otaqda yatırlar, nə görür? Yəni, ata ilə ana sevişir, orada bir aqressor var, bir də aqressiya görən var, biri çığırır, bağırır, səs çıxarır, biri nəsə eləyir. Şəxs ilk qarşılaşma çox travmatikdir, yəni. Yəni, bu mütəmadi baş verirsə, ki, bir çox terapiyada biz bunları da eşidirik. Yəni, şəxs görüb ki, atası, anasına sevişməni aqressiya olaraq algılayıb. İndi də bir nəfər var, qarşısına gəlib, ona aqressiya göstərir. Tabii, sevişmək aqressiv bir eyləmdir, türkçə desək. Amma o qədər də aqressiv deyil. Qavramı necədir? Yəni, şiddət olaraq görür. Yəni, o səhnələr. Amma mən bir şey təklif eləmək istəyərəm qızlara və yaxud da qız analarına ki, əgər ən azından, bax, indi biz tövsiyə edə biləcəyimizi edək də, ən azından, məsələn, bir qayğısı varsa ki, görəsən, uşaq vaxtı o düşmüşdüm ağacdan, ya da belə olmuşdu, iqruşqa dəymişdi falan filan, cızılmışdı, qanamışdı, oradan mı qanamışdı, qızlıq pərdəm, ümumiyyətlə tam deyilmi? Bir bunu netləşdirə bilər, yəni toydan əvvəl gəlib bir ginekoloqa müayinə oluna bilər. Bu belə, bir içi biraz rahatlayar. Bu tərəfdən də fobisi varsa ki, mən ilk toy gecəsindən qorxuram, ümumiyyətlə necə davranmalıyam, necə eləməliyim? Hətta oğlan da, qız da, hər ikisi də cinsel terapistə müraciət edə bilər ki, bir məsləhətlər ala bilər, bir genel məsləhətlər ala bilər. Biraz da oradan yükünü azaldıb, belə girə bilər, bəlkə deyirəm, yəni. Bilirsiniz necədir? Yəni, biz bütün cütlükləri cinsi terapistlə görüşdürəkmi sualı biraz müzakirəyə açıqdır. Rutin olamaz deyirsiniz. Yəni, biz bu müzakirəyə açıq məsələdir. Yəni, cinsəllik, cinsi terapiyalarla bağlı üçüncü bir çətinlik ondan ibarət ki, şəxslər bunu rahatlıqla oturur. Yəni, bir kişi sizin qabağınızda oturub, məndə erkən boşalma var demək, onun üçün kifayət qədər sarsıdıcıdır. Nahaq yerə. Ruh dünyası. İndi biz nahaq yerə deyirik də, onun dünyasında necədir məsələ? Ona görə də biz bütün cütlükləri cinsi terapiyaya mı göndərək? Yox. Çünki bütün cütlüklərdə bu problemlə rastlaşmırıq. Problemlə rastlaşanlar bəzən problemi uzadırlar. Bax, orada problem başlayır. Yəni, hətta elə ailələr var ki, yəni, necə deyim, 1 il, 2 ildir vaginizmdirlər. Yəni, cinsi əlaqə yoxdur. Bu şəkildə hamı xoşdur, yaşayıb gedirlər. Nə kişi narahatdır, nə qadın. Uşaq olmur deyə təzyiq yaranır. Yəni, adamların işi vaginizmi çözmək deyil. Bizim yanımız ona görə gəlib ki, birtəhər bir şey eləyək, hamilə qalsın. Mən də deyirəm, gedin, süni mayalanma filan bir şeylər var da indi. Yəni, cinsi birləşmənidəki problemi çözmə arzunuz yoxdursa, bu yolla hamilə qalar və ya uşaq dünyaya, vaginizmli qadın uşaq tutarmış, dünyaya gətirə bilər, yəni uşaq. Ona görə bir də məsəl üçün mən bir psixoterapevt kimi qadınlıq identifikasiyasında bəzən problem olur. Yəni insanlar bax evlənmədən əvvəl nə olmalıdır? Yəni bir qadın evlənmədən qadın olmalıdır ilk öncə. Sonra ana olmalıdır. Amma bir də görürsən ki, qadın psixoloji olaraq qadın deyil, kişidir. Bu adamlara da bəlkə vagizm. o qadınlığı ona yaşadan bir kişi lazımdır. Yox, lazımdır, amma yəni psixoloji olaraq portreti kişidir də, yəni. Bunun belə deyək ki, vaginası yoxdur psixoloji olaraq. Onları da biz vaginizm prezentasiyası görə bilərik. Siz hirşutizmləri deyirsiniz? Yox, mən tip tərəfdə deyiləm. Yəni. Tam hirşutizmdə görə bilərik. Bunun da bir parçası var. Yəni daha erkəksidir filan. Yəni psixoloji olaraq qadın yəni vagina filan yerindədir orqanik olaraq. O zaman böyüdülmə tərzindən ola bilər. Yəni kişi kimi yaşayıb, kişi kimi böyüyüb, kişi kimi həyata sürüb ya da biz necədir? Bir münasibətə baxanda biz bəzən penis, vagina, heteroseksual münasibəti görə bilərik. Amma baxırsan ki, bu münasibətin içində bu münasibət heteroseksual deyil. Yəni 2 dənə qadın var psixoloji olaraq. 2 dənə kişi var münasibətdə. Baxsan ki, penisin vaginaya penetrasiyası var, orada problem yoxdur. Amma dinamik olaraq bu adamlar belə deyirlər. Rollər o şəkildə paylaşılır. Baxırsan ki, tərs heteroseksualdır. Kişi qadındır, qadın kişidir. Ona görə o dinamik tərəfdən baxanda bu vaginizm mənzərəsi daha rahat çözülür və yəni yerində olmayan bir münasibətdə baxsan ki, orada da bu çətinlik ortaya çıxa bilər, yəni cinsi birləşmə ilə əlaqəli çətinlik. Və bunun dediyim kimi həmişə bunu bilməliyik ki, hər psixiatriyada, psixoterapiyada ən böyük
Çətinlik də budur. Heç bir xəstə bir-birinə bənzəməz. Fərqlilik həddindən artıq çoxdur. Ona görə biz baxmalıyıq ki, problemin kökü hardadır və o da vaginizmlə daha çox davranış terapiya ilə fayda görürlər bu insanlar. Yəni davranış müdaxiləsi daha çox olur barmaq. Amma dinamik olaraq da prosesin çözülməyi lazım. Və qadın olmalıdır ki, sən bunu çözəsən. Amma kişi də kişi olmalıdır. Çünki Tam sizin aradan kişi deyil. Baxın, orada öndə bir cümlə dedim. Yəni bir kişi cinsi birləşmə yoxdursa 1 ildir deyək ki, 3 aydır, 5 aydır. Biraz tədirgin olmalıdır. Həkimlə və ya partnyoru ilə, yəni mən bu məsələdən narahatam deyə bilməlidir. Sual Demir. məncə belə olmalı. Bax, ikisi də gəlməlidir. Oğlan deməlidir ki, doktor, siz mənə 10 dənə məsləhət verin. Məsələn, məsləhətlərinizi verin, hər birini eləyəcəm. Mütləq eləyəcəm. Məsələn, belə deyim, bax, bir məsəl çəkim. Mən o vaxt tibb universitetinə girmək istəyəndə qorxurdum ki, girə bilmərəm. Deyirdilər, ora çox çətindir, mümkün deyil, pulla girilir falandır filan. Getdim müəllimə, dedim ki, hazırlıq müəlliminə. Doktor, Rəhimə müəllimə idi. Rəhimə müəllimə, siz nə desəniz onu eləyəcəm. Bax, bu məsləhətləri deyin eləyəcəm və ən yüksək bal toplamaq istəyirəm. Və onun dediklərini doğrudan elədim. O dedi ki, dediyimi eləsən olacaq. Onun kimi, məsələn, gəlsin desin ki, oğlan, doktor, nə deyirsiniz, yəni, bax, demirsiniz, ön sevişmə çox gözəl olmalıdır. Bir qadını sevmək öyrən. Bilmirəm, bilmirsənsə ged öyrən. Ya da qadın gəlsin desin ki, bax, mən nə etməliyəm? Birinci növbədə sevgi olmalıdır, cinsəlliyi də qoyun qırağa. O yaşamalısınız, yəni o gözəl, o 1 saat mı sürəcək, bilməm neçə saat sürəcək. Ondan sonra vaginizmusun heç belə söhbəti ola bilməz, əgər o gözəl ön sevişmə olubsa. Siz qavrama çox önəmlidir. Yəni bəzən görsən ki, bir qadındır və bu qadın kişinin partnyoru deyil. Anasıdır. Uşağıdır. Qonşusudur. Dostudur. Yəni cinsi münasibətdəki problem burada başlayır. Yəni o sevginin, sevməyin çox yolu var. Necə sevir? Necə qavrayır? Yəni o kişinin dünyasındakı qadın kimdir? Cinsel obyektdir yoxsa yox? Cinsel obyekt isə cinsəlinə. Düzdür, digər rolları da ola bilər, amma cinsel obyektini saxlamalıdır. Ya da baxırsan ki, mən heç unutmuram. Məsələn, bir nəfər xatırlayıram ki, məsələn, yoldaşı yaxşıdır, hər şey normaldır filan, amma baxırsan ki, bu qadın bu oğlanın anasıdır. Hamama salır, çimizdirir. Dırnağını tutur. Nə bilim, yeməyini ağzına qaşıqla qoyur. Digər şeylərini eləyir. Sonra deyir ki, niyəsə cinsəlliyimiz yoxdur. Niyə? Bunun səbəbini də bilmir. Bilinç dışıdır bu. Çünki səni o cür qavramır. Ona görə bizdə bu sual gəlir həmişə. Yəni, sevgi evliliklərimi, görücü evliliklərimi hansı daha oldu? Fərqli nəticələr var, amma sevgidə bir növ sevgi daha yuxarıda başlayır, eşq gedərək azalır. Digərində sayğı daha yuxarıda başlayır, gedərək, yəni ortadakı yerdə kəsişməlidir sevgi ilə sayğı. Və bunun davam edilə bilirliyi çox önəmlidir. Biz ona görə bilə bilmirik. Hansı evlilik deyir, dəli divanələr belə sevirlər, neysə vaginizm oldu. O sevgi cinsel sevgi deyil. Dəli divanəsi. Ona görə bu məsələyə bu gözdən baxa bilərik biz. Amma bizim sehirli çubuq yoxdur, dediyim kimi, dinamik olaraq baxırıq. Təbii ki, var müdaxilə şeyimiz, 100% sağalır. Hələ indiyə qədər terapiyaya gəlir, vaginizmdən sağalmayan xəstə yoxdur. Amma kökündən çözülməlidir. Yəni, penetrasiyanın olmağı yox, qadının cinsi birləşməsində tam ağırsız şəkildə olmalıdır. Yəni, bir qadın, necə deyim, deyək ki, həftədə bir dəfə, 2 dəfə, 3 dəfə cütlüyə görə dəyişir də. 1 il, 3 il, 5 il necə bu şeyə davam edə bilər, bu əzab-əziyyətli proses? Üzücü olan bilirsiniz nədir? O deyir sizi, qadın özü vajin var, amma özü kişi kimi. Psixoloji olaraq yoxdur. Amma məsələn, elə xəstələr tanıyıram, deməli, çox dünya gözəli bir qız. Zərif, incə, psixolojisi də, yoldaşımı da deyir, çox sevirəm. Əslində, ortada sevgi də var, hər şey də var. Amma o momentə gələndə özümü sıxıram və o momentdən sonra da artıq mənim üçün işgəncə olur. Bunu da deyir, mənim qorxum da odur ki, deyir, birazdan yoldaşım məni sevdiyinə görə dayanıb. 1 ildir biz varıq bir cütlük olaraq, amma birazdan dayanmayacaq. Ya da ki, ona buna soruşur ki, görürsən yoldaşım məni aldadar. Yəni, baxın bu cür problemlər. Buradan bu mesajı verək ki, cinsi terapiya
hər hansı bir problem olmadan da aparıla biləcək bir şey. Yəni insanlar cinsi terapiyaya daha yaxşı sevişmək üçün gələ bilər. Dinamik olaraq hər şey yaxşıdır, münasibətlər var. Bilirsiniz, bu cinsəllik öyrənilən bir şeydir və insan insanı tanımalıdır. Yəni Məncə öyrənilməsi gerəkən ən birinci şeydir. Bax, son zamanlar bağışlayın sözünü Öyle. kəsirəm. Son zamanlar bu qədər boşanma Azərbaycanda çox üzülürəm yəni. Bu Bəli, qədər Azərbaycanda boşanmanın sayı, rəsmi 40%. xəyanətlərin sayının ucu bucağı yoxdur. Səbəb nədir? Cinsəlliyi bacara bilməməkləri, Bəli. münasibət qura bilməməkləri. Yəni o penetrasiya məsələsindən bir saat öncəki məsələni bilmirlər. Halbuki onu öyrənsələr dünyanın ən xoşbəxt adamları olacaq. Bu cür cütlüklər var cinsəlliyə, yəni cinsəlliyi öyrənib daha yaxşı cinsəllik üçün terapiyaya gələ bilərlər. Yəni bunu da bilsinlər. Mütləq xəstə olacaqsan, terapiyaya gələcəksən deyə bir şey yoxdur. İkinci də indi tibb də elədir də, məsələn, sonsuzluq filan cinsi əlaqə olanda belə 1 il sonra diaqnoz verir. Çünki insan insanı tanımalıdır. Bədən bədənə alışmalıdır. Yəni insan o ruhunu, bədənini, yəni o hiss eləməlidir də onu. Yəni təbii ki, ilk başlarda 3 aylıq cinsi münasibət olan partnyorla 3 illik bir deyil ya da 30 illik bir deyil. Bu da önəmli bir münasibətdir. Yəni necə bir şey başlayır və davam edir. Və cinsəllik insanın tamamən müdafiəsiz qaldığı yerdir. Bütün defansları kənara qoyduğu yerdir. Bu da elə asan bir şey deyil. Yəni tamamən bir növ təslim olursan o adamın qabağına. Kişi də, qadın da. Və rolu düz almalıdırlar. Yəni primitiv bir şey deyim. Yəni o deyirlər ki, qadınlar qulaqları ilə sevir. Məsələn, bizim Azərbaycandakı kişilərin çoxu bilmir ki, qadınlar qulaqları ilə sevir. Yəni 2-3 dənə gözəl cümlə demək, ona gözəl olmasa da də nə olacaq ki? Yəni onu deyərək o dediyim o ön sevişməni möhtəşəm bir, yəni həddə gətirib çıxarda bilər və bu vajinismusda yığışdırıla bilər. Ya mən elə o qədər sadə olduğunu düşünmürəm 3 kəlmə ilə, amma cütlük senxronizədirmi? Yəni senxronizasiya olmalıdır. Eyni dünyada olmalıdır bu adamlar. Bəzən görürsən ki, adamlar eyni dünyada deyil. Bəs o eyni dünyada olmayanı biz vajinismusu necə müalicə edə biləcəyik? Yəni arzu varmı? Bilirsiniz, ortaq iş dünya formalaşdırıla bilən bir şeydir də. Yəni mən həm ailə terapiyalarıyla məşğulam, həm cinsi, həm fərdi terapiyalarla, həm də həkimlik fəaliyyətim var. Yəni ortaq iç dünya inşa edilə bilən bir şeydir. Yəni heç kim evlənəndə bizim bomba ortaq iç dünyamız vardı. Eyni şeyləri paylaşırdıq demir. Zaten hər kəs öz avtonom sahəsini saxlayacaq, amma bərabər də bir şeylər eləyəcək. Yəni bizdə o tam iç-içə girməli olmalı deyil. Canım cicim bir yerdə işləyirlər, bir yerdə yatırlar, bütün günü eyni restorana yedirlər, bir yerdə çıxırlar, hər yerə bir yerdə gedirlər. Yəni bu tamamilə patologiyadır. Yəni insanın öz avtonom sahəsi olmalıdır. Müəyyən işləri partnyoru ilə görə bilməlidir. O cür münasibətlər tamamilə belə çöldən canım cicim kimi görünsə də, nə bilim aşkım, nə bilim eşim, nə bilim nəyim. Göstərir. Bu real deyil də. Yəni insanın özünə aid fərdi sahəsi, yəni öz dünyasında özü ilə də tək qala bilməlidir ya da müəyyən dostlarıyla ayrı-ayrılıqda görüşə bilməlidir. İnşa oluna bilən bir şeydir. İnşa eləyə bilməyiblərsə ailə terapiyasına gedəcəklər. Yəni demək istəyir, çözümü olan bir şeydir. Bəli. Yəni bu ailələr dağılmamalıdır. Bəli. Bu işin uzmanları var. Yəni yanlış yerə müraciət edilməməlidir. Xaladan, bibidən, bilməm rəfiqədən soruşulmamalıdır. Bu işin uzmanları Dərsində var. bəli, ağ bir şeylər. Soruşulmamalıdır. Yəni və çözümü də var. Yəni ailələr dağılmasın məncə və o əyri yollar da olmasın. Bəli, olmaz. Amma biz biraz bu utopik şey oldu, arzu oldu, amma insan bilirsiniz necədir? İndi internet əsridir və kütləvi informasiya vasitələrine çıxış kifayət qədər çoxdur. İnternetdə kifayət qədər resurs var. Yəni məsələn pis deyirik ki, nə bilim pisdir, uşaqlarımız asılı olur. Nə bilim insanların diqqəti qalıb bütün günü televizorda, telefonda asılıdırlar filan. Asılıdırlar, amma 70 il əvvəl yəni Google-a vaginizm yaza bilmirdilər ya da 50 il əvvəl, heç 30 il əvvəl. Bugün bu imkan var. Bugün kifayət qədər indi peşəkar olsa da olmasa da Instagramda psixoloqlar var, həkimlər var, psixiatrlar var, psixoterapevtlər var. Düzdür, boş sözlər də çoxdur. Yəni toksik belə deyək də toksik pozitivlik, hər şey gözəl olacaq filan kimi mesajlar. Amma peşəkar insanlar da var. Yəni ona bir qulaq verə bilərlər. Bu bunların öz əlindədir. Elə Yəni bugün sizi dəvət eləmə səbəblərindən biri də odur. Şəxsən mən özümün yanıma gələn
o vajinismus hər şeyi araşdırdım, gördüm ki, bu psixolojik səbəblərdəndir. Mən bunu güvəndiyim bir ölkəmdə belə bir insan varmı? Yəni bunları bilib ona göndərməyi düşünürəm. Ona görə də yəni Bəli, sizi var və az deyil, çox da deyil. Amma var yəni biraz insan özü də bilirsiniz necədir? Bir həkimə gedəndə, bir mütəxəssisin yanında biraz araşdırma eləyə bilər də. Soruşa bilər, amma maraq. təəssüf ki, Yəni arzu ilə bağlı bu məsələ. Amma Yəni təəssüf problemi həll etmək istəmirsə, çoxlu bəhanəsi var. Məsələn, dönüb deyə bilər ki, nə bilim, ölkədə peşəkar yoxdur. Bir tərəfdən düzmü deyir? Düz deyir, amma yoxdur, sıfır deyil də var. deyil, araşdırmalıdır Bəli. yəni. Tamam doktor, o zaman mən o dediyim narahat olduğum bir normal doğum qorxusuna da biraz toxunaq. Onun necə çarəsini bula bilərik? Çünki bu dəqiqə qadınlarımız ən üzüldüyüm nöqtə budur ki, keysəriyyəni daha gəlişmiş bir doğum üsulu kimi hesab edirlər. Sanki yəni əvvəllər keysəriyyə yox idi, indi var. Sən yəni belə pis çıxmasın. Dəlisən, normal doğum doğurursan deyir, keysəriyyə varkən. Amma keysəriyyə bir cərrahi əməliyyatdır. Hər bir cərrahi əməliyyat bir riskdir. Bəli. Bir sonraki əməliyyat üçün yapışıqlıqdır. Yəni niyə özünü insan pelvisi, ginekolojik bütün müayinəsi, obstetrik müayinəsi uyğunkən kəstirsin? Niyə? Baxın, birinci onu deyək ki, yəni doğmaq mənasında, yəni vaginasından uşaq çıxan qadınla çıxmayan qadın bir ola bilməz. Nə anlamda? Psixoloji olaraq. Uşağı doğmaq bir qadının üçün yetkinlik istəyir, resurs istəyir ondan. Yəni o ağrıya tab gətirəcək və dünyaya uşaq gətirəcək. Müasir dünyada, nə bilim, suda doğumdan tutmuş, sedasiya ilə doğumdan tutmuş, nə bilim, siz daha yaxşı bilirsiniz də o şeyləri. Yəni hər şey belə ağrısız olsun, acısız olsun, rahat olsun filan. Buna çalışırlar. Amma biz bilməliyik ki, yəni tibb də belə deyir ki, yəni indi mən psixoloji tərəflərindən danışıram da. Yəni mən dedim ki, heç doğmayan qadınla, yəni kəsr olan qadından uşaq doğan qadın bir ola bilməz. Onun dünyası ilə bunun dünyası başqadır. Əgər eyni şəxsdən danışırıq. Psixoloji. Bəli. İndi tibbən təbii biz bir həkimin nəticədə və hansısa göstərişlərlə bağlı, risklə bağlı, ölüm riski filanla bağlı biz kəsrə tibbən göstəriş veririk. Amma Dünya Səhiyyə Təşkilatının da bununla bağlı bildiyim qədərilə şey var və bu fobiyanın altında bir çox səbəb ola bilər. Bunlardan birinin yolu o ki, kapitalizmlə əlaqəli. Real danışsaq həkim olaraq, yəni doğuşun vaxtı saatı bilinmir. Ginekoloqların ən çox narazı olduğu şey nədir? Yuxusuz qalır. Xəstəxanadan çıxa bilmirəm ya, adam gecə 12-də gələcək, səhərə qədər gücü ver deyəcək. Niyə bunu eləsin? Elədirmi? 2, maliyyə. Yəni risk çoxdur, pul azdır. Deyilmi? Bu tərəfdə pul çoxdur, risk daha azdır. Yəni o vaxtla bağlı dəqiq planladı elədir. İkinci məsələ qadınlar, yəni yaradılışın özü ilə qadına belə bir resurs verilib də uşaq dünyaya gətirmək. Bunu niyə istifadə eləməyəsən? Üçüncü, doğumdan sonra yəni qarnı kəsilən bir qadınla, əməliyyat olmuş bir qadınla, yəni normal doğum eləmiş qadın bir deyil. Və bunun qorxusunun altında dediyim kimi də indiki bu kapitalistik meyllər də yatır. O da yatır. Ki sən bunu belə elə və həkim üçün də rahatdır. Amma yanlışdır. Amma biz necədir? Həkimə müsaitdir, uyğundur. Xəstəyə də uyğundur. Yəni hər iki çıxar. Hətta anestezioloq üçün belə uyğundur. Klinika üçün belə uyğundur. Nə bilim, adam üçün daha uyğundur ki, nə bilim, qəfil mən iki uşağı normal doğumla dünyaya gələn bir ata olaraq, yəni bunu deyə bilərəm ki, qəfil olan bir prosesdir. Yəni sən bunu hesablaya bilmirsən. Harda nə olacaq? Yəni işi bir gücü buraxmalısan, qaçmalısan, getməz. Bu elə belə basit bir iş deyil ki, işini gücünü bir zəhmət burax yəni. Amma təbii ki, biz ruhsal olaraq, əgər qadının imkanları, resursları, gücü icazə verirsə tibbən və psixoloji olaraq, təbii ki, dünyaya gətirməyin tərəfdarıyıq. Yəni o uşağı dünyaya gətirəcək, onun doğacaq, o ağrını, bilirsiniz necədir? O ağrı ilə əlaqəli bir çox araşdırmalar var da, oksitosindən filan, bağlanma ilə əlaqəli. Yəni o acını, ağrını yaşayacaq ki, psixoloji olaraq daha böyüsün, yetkin biri olsun. Amma yəni indiki dünya buna icazə vermir. Qanunvericilik tərəfindən nə bilim deyək ki, neynirlər? Bir göstəriş yazırlar və bunu icra eləyirlər. Deyə makat gəlişdi, bitdi. Bunun bitdi. Yəni bilmirəm, siz bəlkə də o tərəfdə biraz daha açıqlasanız, mənim özümə də maraqlıdır. Yəni statistika nə göstərir? Yəni normalda bir araşdırma eləsələr, nə qədər qadın normal doğum eləyə bilər?
Yəni get-gedə indi azalmağa başlayır. Tək bizdə deyil, Türkiyədə də, dünyanın başqa Bəli, ölkələrində də keysəriyyə artmağa başlayır. Dediyim kimi üzücü nöqtə odur ki, keysəriyyə varkən niyə normal doğum? Şəxsən mənim yoldaşım heç uzağa getmirəm. Deyir ki, mən qızımı qoymaram ki, normal doğursun. Sən də danışırsan deyir. Normal doğurmaq dəhşət bir şeydir. O da eşidib hər halda sağdan soldan. Yəni uşaqlıqdan onlar da yenə o vajinismusun hekayəsi kimi belə eşidirlər. Doğum dəhşət. Bax cümlə budur, üz mimikası da budur. Doğum Biz dəhşət. biraz geriyə dönüb baxanda indi görürsüz da, yəni məsələn Almaniya filan inkişaf eləmiş ölkələrin nüfuzunda azalma var. Doğacaq şəxslər qadınlardır. Olmur. O gün bir dəyərli həmkarımız var, Fəhmin Haqverdiyev, ondan bir dialoq var idi. Orada dedi ki, qadın olmaq çətindir, kişi olmaq asandır. Bunun bir tərəfi də bu doğmaqla əlaqəlidir. Yəni kişi olmağa çalışmaqdır bir növ. Bir hissəsi zaten kişi olur, deyir uşaq dünyaya gətirməyəcəm. Bunu elədik də, qeydi qaldı, uşaq dünyaya gətirmək istəyirsə, o hissə də deyir ki, mən keysəriyyə olacağam. Oradan da eləndi. Görün normal qadın kimi ortaya çıxan nə qədər adam qaldı, yəni. Həqiqətən deyirəm. Və bunu ağrısızlaşdırmaq, daha konfor, yəni daha konforlu həyat nəyə deyirik biz? Daha rahat nəyə deyirik? Yəni bir qadın özü də fikirləşməlidir. İndi bu tənqidə açıq ola bilər, yox elə deyil filan, qadınları başa düşmürsüz filan. Yəni erkəkləşmənin və qadınların erkəkləşməsinin kapitalizmə gətirdiyi xeyirlərlə əlaqəli görürəm. Yəni daha böyük səhnədən baxsaq, fobiya olaraq da qorxuram, inciyirəm. Yəni bunu vaginizm səviyyəsində bir məsələdir. O da uşaqlıqdan yenə də doğumu pisləyiblər. Filmlərdə o bağıra-bağıra gələn doğum səhnələri, bunlar hamısını görə-görə şuur altında doğuma qorxulu baxırlar. Halbuki, mən bir dənə bunu izah eləmək istəyirəm ki, halbuki doğum çox ağrısız bir proses ola bilər. Necə ki, bağırsaqlar yığılıb içərini boşaldı. Necə ki, sidik hissəsi yığılıb içərini boşaldı. Ağrı var mı burada? Yox. Uşaqlıq da özünü yığıb o uşağı oradan çıxartmağa çalışır. Burada da bütün vücud sinxron çalışır. Ürəkdə, ağciyərlərdə, bax gördüyünüz kimi orada təngnəfəs olurlar, ürək çırpınır, o da uşaq gəldikcə. Bütün vücud səfərbərdir. Başda da sanki orkestrin başında da beyin durur. Oksitosini salgılayır. Hər qadının bax kilosuna, o içəridəki bebeğin kilosuna, hamısına uyğun dozda salgılayır. Mükəmməl bir mexanizm işləyir. Mükəmməl bir mexanizmadır və lütfən siz izin verin, o qorxulardan qırağa durun. İzin verin ki, bu möhtəşəm, bu orkestr bunu eləsin. Əgər ona izin versələr, o fobilər olmasa, bax 4-cü, 5-ci həftədən gələn hamilələrə mən başlayıram bunu təbliğ eləməyə. Əgər bunu hər ay gəldiyində bunu duyarsa ki, normal doğum əslində çox ağrısız bir şeydir, sən imkan verərsənsə, o bəbək oradan su kimi gələr, dönə-dönə, axar, keçər. Baxın, bir təcrübəmdən bir şey deyim. O Samsun'da asistanlığımda 3 qadın girdi içəriyə. 3'ü də normal doğurur. Və bizim də 2 masamız var. İkisini masaya aldıq, biri qaldı. Yəni birini də artıq normal masaya qoymalı olduq. Bunun biri yoldaşı Türk idi, özü Rus. Bu Rus olan qız, həmən açıqlığına baxdım, 8 santim. Amma qız belə gəlib normal. Biləndə ki, mən də Rusça bilirəm, çox sevindi və başladıq danışmağa. Bu qız çox rahatlı, amma Türklər elə qışqırır, elə bağırır ki, öldüm, yandım falan filan. Amma açıqlıqları da hələ yox idi, nəsə onu gözlətdim. Amma o Rus girib, bunların çığırtısından Rusun gözündən yaş axmağa başladı. Özündən asılı olmayaraq. Qorxmur, o qorxmadan gəlmişdi, bunları gördü səhnəsini. Amma ona baxmayaraq yenə artıq məntiqinə oturub, çox rahatlıqla məni dinləyərək ıkındı və uşağını dünyaya gətirdi, heç bir travmasız və 20-30 dəqiqə sonra çıxıb orada öz sportiv idman paltarı ilə yoldaşının telefonla danışırdı. Türklər isə bağıra-bağıra və məni dinləmədən paramparça ola-ola dünyaya gətirdilər. Demək ki, burada məsələ nədir? Eyni santim açıldı, eyni oldu. Məsələ orada o uşaqlıqdan olan o travmalar. Psixologiya, qadın olma identifikasiyası ilə bağlıdır. Beyin icazə versə, heç ağrısız işləm deyil doğum. Bu da var və bundan əlavə şey də var. Məsəl üçün uşaq dünyaya gəldi, arxası var axı bu erkəkliyin davamı. Məsələn, ana südünün sürətli kəsilməsi. Bəli. Bunun özü də bir şeydir. Yəni qadın baxsan ki, uşağı əmizdirmir. Əmizdirmək istəmir. Həmən keçək yaş mamaya. Burada kapitalist dünya öz işini görür. Bir şey daha deyəcəm.
Buyurun deyin. Yəni bax o dediyiniz əmizdirmə məsələsi, bir də normal doğumdan qorxma məsələsi. Bir də son dövrdə qadınlarımızın fobisi və inanılmaz model olmaq istəyi. Yəni süd əmizdirərəm, vücudum pozular. Normal doğuraram, vajenim bir şey olar. Genişliyə. Və yoldaşım qaçar. Qorxuları budur. Qaçan qaçsın ya kardeşim, Türkler demişken. Yəni birincisi yəni normal özgüvəndəki səviyyədə eksikliyi. insan- Yəni. Aynen özgüvən eksikliyidir. Və onu da demək istəyirəm ki, ən önəmli. Yanlış düşünür, hətta bir çox həkimlərimiz də yanlış düşünür. Keysəriyyə oldu deyə vajen genişləməyəcək. Normal doğumda vajen genişləyəcək. Elə bir şey yoxdur. Vajeni genişlətən eyni zamanda hamiləlikdir, eyni zamanda hormonlardır. Özəlliklə vajenin serviksə yaxın qismi hamiləliyin son həftələrində uşaq basdıqca o bağlar qopur və necə deyim, yumşalır və öz elastikliyini itirir. Bu avtomatikdir. Yəni bu kainatın yəni qanunudur. Bəli, yaradılışıdır. Yəni onsuz da siz əgər dərdiniz eski vajeninizə dönməkdirsə, vajinoplasti istəmidirsə, siz o vajinoplastini keysəriyyədən sonra da elətdirmək zorunda qalacaqsınız. Mən bir cins terapevt kimi ona deyim ki, bilirsiniz, indi bu vagina ölçüləri ilə cinsəlliyi əlaqələndirirlər filan, dar olmalıdır filan. Amma dinamik məsələdir, yəni cinsəllikdən zövq almaq. Yəni bizdə çox vaxt sual verirlər. Yəni penetrasiya nə qədər davam eləməlidir? Yəni 3 dəqiqə davam etsə böyük şeydir. Bu prosesin öncəsi, qadınla necə oturursan, necə danışırsan, necə söhbət eləyirsən, necə ön sevişmə olur, nə olur. Yəni bütün bu toplumun toplasaq bir yerə, penetrasiya da onun bir hissəsidir. Yəni cinsəl keyif almağında. Amma bizdə təəssüf ki, onu orqana bağlayırlar və proses yaddan çıxır. Və bu qadın, əgər bir qadın deyirsə ki, mənim partnyorum mənə buraxacaq, vagina razmerinə görə buraxırsa, məncə bir də özünü sorğulamalıdır. Yəni əgər buna görə buraxacaqsa, demək sən yaşlananda səni buraxacaq. Aynen, buraxacaq və o vajina, onu dediyiniz doğrudur. Yəni o mexaniki sürtünməklə bağlı deyil ki, zaten çox gözəl bir ön sevişmə sonucunda vajina genişlənməlidir. Genişlənmirsə, dar qalıbsa, demək ki, orada keyfiyyət yoxdur yəni. Və o işgəncədir yəni. Deyə bilərik. Yəni fobiya məsələsində mən bu cür görürəm və dediyiniz önəmli məsələdir. Hətta beynəlxalq quruluşlar da bununla bağlı həyəcan siqnalı çalırlar. Ölkələrdə belədir. Yəni demoqrafik krizlə baş-başa qalırıq. Yəni dünyanın bir tərəfində bizim kimi dövlətlərdə bir artım tempi var. Digər tərəfdə də tamamilə bir növ erkəklər ölkəsi kimi, yəni nə bilim 100 mində bildiyim qədərilə məsələn Rusiya, sonra Almaniyada artıq bir neçə, yəni Rusiyada 150 milyondan 146 milyona gerilib insanlar sayı, Almaniyada o şəkildədir. Yəni bu da çağın problemi, bir yerdə gəlib bizə də toxunacaq bizim kimi ölkələr. Eynən. Amma mən düşünürəm ki, bu bilgisizlik, bunun çox faizi bilgisizliklə ilgilidir və bizim bax məqsədimiz sizin kimi dəyərli həkimlərlə oturub bir yerdə müzakirə eləmə səbəbim də açıqcası bizim toplumumuzun, ölkəmizin də bilgili olsun. Yəni 3 qadın belə bundan duyub fayda alarsa nə xoş bizə. Bəli. Yəni mənim şəxsən məqsədim budur. Yoxsa oturub tək başıma da özüm danışaram, özümü reklam eləyərəm, bir şey eləyərəm. Amma məqsədim doğrudan həm də dəvət elədiyim insanlar çalışıram ki, daha aynen, yəni belə danışığımızdan doğrudan da fayda ala bilsin insanlarımız, qadınlarımız. Çox sağ olun. Mən təşəkkür edirəm bir daha dəvət üçün. Ümid edirəm ki, faydalı oldu insanlarımıza. Mən təşəkkür edirəm. Dinləyib, zaten YouTube-da bir yerdə qalır və istəyən insan istənilən vaxtda açıb dinləyə bilər. Aynen. Çox təşəkkür edirəm. Çox sağ olun. Görüşənədək. Sağ olun. Sağ olun.